Salam, hörmətli izləyicilərimiz. Xoş gördüm sizləri. Bir daha bugün sizlərə gözəl bir ekskluziv ev təqdim edirəm. Masazır qəsəbəsində yerləşir. Əla, səfalı bir hündür ərazidə yerləşir. 3,2 sot torpaq, 26 sot torpaq sahəsində yerləşir. 320 kvadrat torpaq sahəsi var. 3,26 sotun içində paket kupçalı 4 otaq, 6 qaraj, 10 daş kürsülü gözəl tikili həyət evimiz. Evimizin daxili yaşayış sahəsi, evin içinin daxili yaşayış sahəsi 120 kvadratdır, böyük bir evdir. Arkasında da həyət var. Bax, məsafədən idarə olunan həyət qapısı, darvaza qapısı pultla idarə olunur və qaraja giriş. Həyətə də bax bu cür mərkəzi kanalizasiya, qazı, suyu, işığı, bax, yaşıllaşdırılmış sahəsi mövcuddur. Arxa hissəni göstərimizdə paket kupçadı, ipoteka bank şərtlərinə tam uyğun vəziyyətdədir. Arxa həyəti göstərim sizlər üçün. Qiymət 155 min manata təklif olunur. Real müştəri olsa qiymətdə endirim mütləq olunacaq. Bax, evlə evin arasında 1 metr məsafə, arxasında görürsünüz. Bax, belə yaşıllıq üçün sahə ayrılıb və evin balkon, mətbəx hissəsindən həyətə düşmək mümkündür. Siz buradan giriş edeyim. Bax, bu cür belə qaraj, bura böyük qaraj hesablanıb, Jeep markalı maşında bura daxil ola bilir. 4 dövrəmə qoşan daş, birinci və ikinci padval arası, mərtəbə arası tam monolit beton. Kanalizasiya sistemi də var buranın. Əlavə burada da 2 otağımız var. Bunu da yaşayışa təmir edib hazır vəziyyətə salmaq olar. Yay, isti günlərdə burada da sərin yerdə istirahət etmək olur. Burada da bir otağımız var. Öndə görürsünüz, evin pəncərələri, setkalar da buradadır. Böyük, möhtəşəm kombi sistemi buradadır. Evin bəzi daxil sahəsi, mətbəxdir, sanitar qovşaq, hol hissəmiz döşəmədən isitməlidir. Bax, bu da məsafədən idarə olunan qapımız, darvazamız böyük. Bax, belə monolit beton birinci mərtəbənin tam altı. Burada da boş kladovkamız var. Artıq əşyaları, həyətə aid olan artıq əşyaları bax, buraya yığmaq olar. Pilləkan betondur. Pilləkan örtüyü beton, birinci mərtəbə hamısı monolit beton. Evin də üzü görürsünüz, ağlay daşla qəşəng üzlənilib. Burada da qəşəng terasımız var. Bax, görürsünüz burada. Qəşəng mozaika daşla örtülüb. Qəşəng mozaika, bax, mətbəxdir. Mətbəxdən görürsünüz, promoy terras var. Buradan pəncərə var, çay zad ötürmək, yemək zad ötürmək üçün ağlay daşla da üzlənmiş həyət. Həyətini buradan da göstərim sizlər üçün. Bax, bu vəziyyətdə görürsünüz, qəşəng bəzəkli metlaqla örtülübdür. Həyətində gecə işıqlanmaları mövcuddur. Evə daxil olduq. Bax, bu böyük hol, döşəməsi isitməli, super. 4 otaq həyət evi, isti sistemi, kombi, qazı, suyu, işığı, interneti, hamısında sayğacı var. Paket kupçadır. Hol hissəmiz. İlk öncə salondan başlayalım. Bahalı materiallardan istifadə olunub. Laminatın özü bahalı, stik formasında. Bax, bu salon hissəmiz, hörmətli izləyicilərimiz. Geniş formada, panorama pəncərə öz həyətinə baxır. Spotlampa, gizli işıq yerdə qoyulub, hörmətli izləyicilərimiz. Bu mətbəx sahəmiz, döşəməsi isitmə, keramogranit mərmər. Terrasa açılan pəncərəsi. Bu da mətbəx hissəmiz. Bax, qaz xəttinə qədər mətbəxə çəkilib. Sayğacın, belə deyək, siqnalı, təhlükəsizlik siqnalı qaz sayğacının. 3 yataq otağı, 1 salon, mətbəx, böyük sanitar qovşaq. Bu 1 otaq. Uşaq yataq otağı, qəşəng təmirli. Bu digər bir yataq otağımız. Bax, buradan çıxacam arxa həyətə çıxışımız var. Hörmətli izləyicilərimiz. Burada yarım qalan işlər də tamamlanacaq. Burada da qəşəng yaşıllıq üçün sahə. Besetka da eləmək olar, qəşəng meyvə ağacları da əkmək olar. Qaraja da girişi var. Paket kupça 3,26 sotda paket kupçalı 155 min manata təklif olunur. Bu da böyük yataq otağımız.
Görürsünüz, gözəl, səliqəli divar kağızları, stik, laminat, hər otağa özünə məxsus fərqli divar kağızlarımız var. Sanitar qoşaq hissəmiz, döşəməsi isitməli, böyük, hardasa 6 kvadrata yaxın sahəsi var. Bahalı asma tavan hissəmiz, hörmətli izləyicilərimiz. Söz sizdə. Bax, bu evi kimin qarşısına çıxsa, ehtiyacı varsa şansı qaçırtmasın. 3,26 sotda Masazır qəsəbəsində tanınmış elit komplekslərin yanında yerləşir. Paket Kupçalı 120 kvadrat evin yaşayış sahəsi, qiymət 155 min manat. Real müştərilərə qiymətdə endirim mütləq olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür ederim.